O kəslər ki, baxın özünüzə dəyərli qardaşlar, hər bir mömin, hər bir Allahdan qorxan qul baxsın bu ayədə özünə. O kəslər ki, bir fahiş iş görəndə, bir yaramaz iş tutanda Allah yadına düşür. Yadına düşəndən sonra nə edir? Elədiyi günaha görə Allahdan bağışlanma diləyir. Fikir Allah deyir ki, onlar elədiyi günahların üzərində israrlı olmazlar. Lakin sən davamlısan. Tükün də tərpən bir günah eləyəndə, lakin mömin elə deyil. Ona görə Allah Teala onu qoruyur. Kafirləri qorumur Allah Teala. Möhlət də verməyəcək. Kaş ki sən, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Teala ki, kaş ki sən mələkləri o kafirlərin canlarını alanda üzlərinə və arxalarına vurduqlarını görərdin. Döyə-döyə alırlar canlarını. Adam kafirdir. Adam İslamı qəbul eləmir. İslama qarşı mübarizə aparır. İslamın nurunu söndürmək istəyir. Allah Teala hamımızı qorusun dəyərli qardaşlar.